Bölgə TV əməkdaşları paytaxt yollarında müşahidə edilən tıxaclarla bağlı çəkiliş apararaq sürücülərin fikirlərini öyrəniblər. Aparılan sorğuda məlum olub ki, son günlər xüsusilə səhər və axşam pik saatlarında yaranan sıxlıq həm sürücülərə, həm də ictimai nəqliyyatdan istifadə edən sakinlərə ciddi çətinliklər yaradır. Sürücülər bildirirlər ki, yolun hərəkət hissəsindəki sıxlıq nəticəsində işə gecikmə, dərsə çatmama və müxtəlif önəmli görüşləri qaçırma halları adi hala çevrilib. Bir çox sürücü qeyd edib ki, səhər saatlarında hərəkət demək olar ki, dayanır və bir neçə kilometr məsafəni qət etmək üçün bəzən 40-50 dəqiqə vaxt tələb olunur. Sakinlərin fikrincə tıxac probleminin böyüməsində dayanma durma qaydalarının pozulması, avtobus zolaqlarına daxil olan avtomobillər, yol hərəkətinin düzgün tənzimlənməməsi və bəzi dairələrdə nəqliyyatın sıxlığına uyğun olmayan işıqfor intervallarda mühüm rol oynayır. Eyni zamanda tıxacların yalnız şəxsi avtomobil sürücülərinə deyil, taksi sürücülərinə, avtobuslara, eləcə də təcili tibbi yardım, fövqəladə xidmətlər və digər operativ nəqliyyat vasitələrinə də ciddi maneələr yaratdığı vurğulanıb. Tıxacların yaranması, nəqliyyatların çox olması ilə əlaqədardır. Kifayət qədər ölkədə nəqliyyatlar var. Alternativ yollar çəkilməlidir. Alternativ yollar olmasa 2027-də ümumi iflic olacaq Bakı şəhər. Yəni ona doğru gedirik. Tıxacların səbəbi bir zolaqların çəkilməsi, düz çəkilməli zolaqların. Bir də zolaqlara saatlar vardı, o saatlara buraxmalıdırlar, yəni hansısa saatlara girib çıxmağa. Biraz da sürücülərdə də var, bəzi sürücülər var ki, yol hərəkətini bilmirlər, ona görə də ki, biraz tıxaclar yanır. Belə başqa, böyük şəhər də olacaq, yəni tıxac olmalıdır. Yolları təmizlənməlidirlər. Svetoforların uzun qoyurlar, hamısı ona görə olan bir şeydir. Belə. Bir də yol sürücülər öz aralarında düzgün şəkildə sürsələr, tıxac biraz da yaxşı olar, qalxar arada. Dilbər Vüqar qızı, Afət Yaqubova, Fikrət Qədimli, Bölgə TV.